Salam, hər vaxtınız xeyir olsun. Bugün İdrak Liseyində baş verən hadisə hər birimizi dərindən üzdü. 1977-ci il təvəllüdlü Şəhla Kərimova öz şagird tərəfindən güllələndi. Sözlərə çox sadə tökülsə də, dilimizə çox sadə şəkildə bunu ifadə etsək də, olan hadisə çox ağırdır və cəmiyyətdəki problemi ortaya çıxarır. Suallar çoxdur. Nəyə görə o şagird məktəbə silahla girib, niyə görə güvənlik yoxdur, o şagird o silahı hardan alıb? Çox suallar var. Hələ ki cavabı yoxdur. Çünki ümid edirik ki, hüquq mühafizə orqanları araşdırdıqdan sonra biz bu sualların cavabını alacağıq. İdrak Liseyi tanınan insanların, zəngin insanların uşaqlarının oxuduğu liseydir. Bu liseyə çox yaxşı pullar ödənir, təhsil haqları ödənir. Yəni liseyin büdcəsi yaxşıdır, zəngindir. Nəyə görə bu liseydə, bu cür zəngin liseydə təhlükəsizlik tədbirləri görülməyib? Təhlükəsizlik tədbirləri görülməyib deyil də, təhlükəsizlik tədbirləri 0 dərəcəsindədir. Əgər belə olmasaydı, bir şagird silahla məktəbə rahat şəkildə girib müəllimini güllələyə bilməzdi. Mən bugün oxudum və çox təəssüf hissi ilə oxudum. Doğrudan da cəmiyyətdə bir beyin sorunu var, doğrudan da bir algı sorunu var və burada görəsən müəllim nə edib ki, şagirdi bu vəziyyətə gətirib çatdırıb ki, onu güllələyib, filan bəhmək, yəni yenə bildiyiniz hər zamanki kimi dırdır mövzular. Bu məni çox üzdü. Bilirsiniz, biz də məktəbə getmişik, biz də şagird olmuşuq. Heç birimiz gedib müəllim bizi danladığı üçün və yaxud da ki, müəllimdən nəyəsə görə incidiyimiz üçün müəllimi güllələməmişik. Bu, cəmiyyətdəki əxlaq problemini ortaya qoyur. Məktəbdəki əxlaq problemini ortaya qoyur. Məktəb rəhbərliyinin gözünü pul bürüdüyünü, məktəbdəki təlim-tərbiyə işlərinə düzgün yanaşmadığını ortaya qoyur. Bir liseydə bu cür hadisə baş verirsə, öncəliklə məktəb rəhbərliyi, Təhsil Nazirliyi və o şagirdin valideynləri sorğulanmalıdır. Bütün günü Təhsil Nazirliyi məktəbdəki müəllimlərin maaşını, iş saatını müzakirə edəcəyinə məktəblərdə yaranan şəraitlə maraqlansın. O məktəblərdəki təhlükəsizlik tədbirləri ilə maraqlansın. Məktəbdəki uşaqların dərs yükü ilə maraqlansın. Belə olarsa bu cür hadisələrlə də rastlaşmarıq. Eyni zamanda bir məsələ daha var. Mən keçən dəfə bu məsələ ilə bağlı, hətta əxlaq problemi ilə bağlı video paylaşmışdım. Kimisi izləmədi. Çünki cəmiyyəti üzdən iraqlar, cəmiyyəti dırnaqarası tiktokerlər maraqlandırır. Cəmiyyəti davadalaş maraqlandırır. Cəmiyyəti tərbiyəvi mövzular maraqlandırmır. Lütfən uşaqlarınızı sosial şəbəkələrdən uzaq tutun. Telefon verməyin deməyəcəm, çünki bu artıq mümkün deyil. Ən azından uşaqlarınızı mafiya